Mən onda bizim əməkdar məşqçimiz Samir bəyi dəvət edeyim bura. Elə Cavanşir yardımlı ilə bir yerdə gəlsinlər. Bizim Xalqın Səsi yarışmasının iştirakçısı. Samir bəy gəlin, idmançımız. Çünki Çingizlə bağlı Cənub elinə buradan səs eləyəcək, daha doğrusu bir çağırış olacaq. Buyur, mikrofon səndə, kameralarımıza nə deyirsənsə buyur əzizim. Buradan bütün münsiflər heyətini salamlayıram, bütün iştirakçıları salamlayıram. Cənub elin, Cənub zonasını, xüsusən də yardımlı elin salamlayıram. Mən bura Çingiz, bizim dəyərli sənətkarlımız, yardımlıların sevimlisi, xüsusən də yardımlıların şəhid atalarının sevimlisi, Aşıq Çingiz yardımlıya görə mən burada iştirak edirəm, ona dəstəyə görə bura gəlmişəm. Üzümü tutub Cənub elindən dəstək gözləyirəm, yəni Çingizi qalib eləyəyin. Konkret kimlərdən dəstək gözləyirsən? Xüsusən də yardımlı rayonundan, yardımlının cavanlarından, gənclərindən, ağsaqqallarından, yardımlının Dağuzu kəndi, Köriyədi kəndi, Zevin kəndindən hörmətli bizim şəhidimiz Rasim Rufullayevin atası Yadigar əmidən, mənim dostum, onun qardaşı, şəhidimizin qardaşı Həsən buradadır, Həsən dəstək olur. Salamlayırıq Həsən qardaşımıza. Bizim Cavran kəndindən Yaşar, onun oğlu Rəşad bizə dəstək olur. Köriyədi kəndindən Nazim müəllim, Mikail, Amid İlhamoğlu, yəni bütün yardımlının kətlərini bir-bir sadalamıram. Xaricdə olan yardımlılar baxa dəstək olur. İqbal Nəhmət şairimiz və bütün şairlərdən, yardımlının musiqiçilərindən, yardımlının iş adamlarından Çingiz qardaşımıza dəstək gözləyirəm. Az qalıb, saniyələr qalıb. Gəlin Çingiz yardımlını... Saniyələr qalıb, yox, dəqiqələr qalıb. Dəqiqələr qalıb. Gəlin Çingiz yardımlını dəstək olaq. Cənub eli xətrinə, yardımlı eli xətrinə. Çünki yardımlının dəyərli sənətkarı Çingiz də bizlərin həmişə xidmətindədir. Var olun. Təşəkkür edirəm sizlərə. Təşəkkür.